Bəzən azadlıq üçün yanmaq gərəklidir. Biz bunu azadlıq uğrunda yanan Tahirə Qürrətüleynin timsalında daha aydın görə bilirik. 1818-ci ildə Güney Azərbaycanda, Qəzvin şəhərində doğulan bu xanımın ilk adı Fatimə idi. O, dövründə Qacar xanədanının iqtidarını sarsacaq geniş dini-siyasi hərəkatın fəal üzvlərindən biri idi. 1844-cü ildə Seyyid Əli Məhəmmədin özünü Mehdi elan etməsi ilə ona müridlik edən 18 müriddən biri və tək xanım olan Tahirə Qürrətüleyn nəinki İranda, həm də Şimali Azərbaycanda və Türkiyə coğrafiyasında böyük səs gətirir. Məhəmmədəmin Rəsulzadə Azərbaycan mədəniyyət ənənələri yazısında, Nihal Atsız isə gənc qızlara çağrı yazısında onun şəninə geniş yer verir. Hərəkatın güclənməsi və Seyid Əli Məhəmmədin öldürülməsi Tahirə və digər müridlərin həyatını da təhlükə altına alır. Tahirə 1847-ci ildə onu kafir adlandıran əmsi Molla Tağının öldürülməsində ittiham olunaraq həbs edilir. O həbsdən qaçmağı bacarsa da ölümdən qaça bilmədi. 1852-ci ildə Nəsrəddin Şaha qarşı uğursuz sui-qəsd Babillər tərəfindən törədilmişdi. O dövrdə yenidən zindanda olan Tahirəni dindirmək bəhanəsi ilə zindandan çıxarıb bir bağda boğaraq cəsədini quyuya atırlar. Ondan geriyə isə sadəcə bu misralar qalır. Mən deməm kimsə məndə ər ol ya da pərvanə ol. Çünki yanmaq niyyətindir. Dönmə, dur, mərdanə ol.